Moskvadayam. Neyse dostlar, deməli xatırlayırsınızsa birinci vlogda sizə demişdim ki, Moskvada məndə Port Elbe, yəni Rusiyadan. Əslində bu bir yalan idi. Videom izlənsin deyə demişdim bunu. Neyse, indi otelə gəlmişəm. Otelə yerləşdim və otaq çox normal idi, yəni qəşəng deyildi əslində çox da. Amma otel çox bayağı qəşəng bir yerdir. Yəni kurortlu yer kimi gedir buranın adı. Deməli burada sizə tualeti göstərirəm. Niyə bilmirəm. Neysə, buranı boş ver. Səhər saat 7-də idi. Digər gəldiyim insanlar, yəni getdilər yatmağa normal insan olaraq, yəni 1-2 saat yatmağa vaxtları var idi. Mən isə nə etdim? Çaya çıxdım təbii ki. Neysə, üstüm başım yeni papağı da elə tapmışam, yəni bilin nə olub. Neysə, çıxıram otaqdan. Gedirəm restoran axtarmağa dostlar. Hər yer ağappaqdır. Ay Allahım, bu nədir belə? Çox soyuqdur hava, amma çox vibe'dir. 2 dəfədir Rusiyaya gəlmişəm və 2 dəfədir belə bir yerə gəlmək ölməyəm. Moskvanı seçmədiyimə görə çox xoşbəxtəm. Əslində Moskvada olmadığım üçün çox depressiyona girmişdim, amma nəysə, sosial media fake algısı, yəni bunu yaratmalıydım. Burada mən yemək gətirdilər. Məndən başqa heç kim yox idi bu restoranda. Nəysə, burada oje kartop oynamağa çalışıram tək başına. Только одна перчатка, другую я проебал где-то. Nice. Gözəlliyə baxın yəni dostlar. Yanımda birisi olsaydı, indi arxadakı yerə gedəcəkdim. Çəkim çəkəcəkdilər, amma tək olduğum üçün təbii ki də heç bir çəkim çəkmir. Dedim biraz yuxarı çıxım, çünki yuxarıdan daha qəşəng görsənəcək deyə fikirləşdim və yanılmadım. Nəysə dostlar, videonun bəyənin, takip atın, sağ olun, görüşərik.